Bölgələrdə səyyar asan xidmət avtobusu vətəndaşların xidmət etməyə davam edir. Belə ki, bu dəfə səyyar asan avtobusu Ağdaşda vətəndaşlara xidmət göstərir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuatının iş və kommunikasiyalar sektorunun müdiri Mehdi Məmmədli televiziyamıza bildirib ki, Ağdaşda ümumilikdə 22 dəfə səyyar asan xidmət gerçəkləşib və 62 mindən çox vətəndaş müraciəti daxil olub. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. 2013-cü ildən həyata keçirilən səyyar asan xidmət vasitəsilə ümumilikdə 3.286 mindən çox, 2025-ci il ərzində isə 173.200-dən çox vətəndaş müraciəti daxil olub. Xatırladaq ki, asan xidmət mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 səyyar xidmət avtobusu vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır. Pravam birinci dəfə Yevlaxdan aldım. Sonra vaxtı bitənə yaxın gəldim, buradan aldım. Bununla ikinci dəfədir gəlib buradan götürürəm. Çox sağ olsunlar, rahat şəkildə də götürdük. Eşitdik ki, burada Ağdaş rayonunda asan xidmət, səyyar asan xidməti gəlibdir. Gəldik biz də bura, nəvəmizi gətirmişəm, sənədlərimizi verdik, razılıq var. Tez bir zamanda biz qəbul elədilər. Yola saldılar, getdik. Biz gəlib bura zaqran pasport dəyişmişik. Bundan əvvəllər də gəlmişik. Eşitdik Ağdaş rayonunda Hasan xidmət gəlib, çox yaxşı bizə xidmət elədilər. Yaxşı bizi qarşıladılar, yaxşı bizim işimizi düzüb qoşdular. Çox da razıyıq. Eşitdim ki, Ağdaş rayon mərkəzinə asan xidmət gəlibdir. Buna görə çox sevindim ki, gedim, çünki bu xidmətdən əvvəl də istifadə eləmişdim, razı qalmışdım. Bu dəfə də yəni, gəlib özümün bir sənəd məsələm vardı, vərəsəlik məsələsi ilə bağlı. Ona görə dedim ki, gedim bura müraciət edeyim ki, vaxtıma qənaət edeyim, bu işdən mən də faydalanım. Bugün gəldim, bugünkü qismətə düşdü, yəni 2-3 gündür burada mərkəzdə xidmət edir. Gəldim və gördüm, həm vaxtıma qənaət elədim. 25 fevral tarixinədək vətəndaşlarımız Ağdaşda səyyar formada həyata keçirilən xidmətlərdən yararlana bilərlər. Bu il ərzində işğaldan azad olunmuş ərazilərimizdə yaşayan vətəndaşlarımız üçün də səyyar formada xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan öncəki dövrdə Cəbrayılda, Zəngilanda və Talış kənddə də bu cür xidmətlər həyata keçirilib və əsas məqsəd dövlət xidmətlərinə əlçatanlığın təmin olunmasıdır. Qeyd edək ki, səyyar asan xidmət fevral ayının 25-nə kimi Ağdaşda öz fəaliyyətini davam etdirəcək. Vətəndaşlar bu müddət ərzində səyyar asan xidmətin xidmətlərindən rahatlıqla yararlana bilərlər. Aqilə Sədov, Ülviyə Orucova.